İsti günlərin başlaması avtomobillərdə kondisionerlərə tələbatı artırır. Elə bu səbəbdən servislərdə uzun-uzadı növbələr görmək mümkündür. Bir çox sürücü indidən kondisionerə dövrü qulluq etdirib yaya hazırlıq görməyi düşünür. Ustalar deyir ki, qış ayında belə kondisioner kompressoru işlədilməlidir ki, sonradan fəaliyyətində problem yaranmasın. Azərbaycana istehsalçılar tərəfindən xarici ölkələrdən, Asiyadan və yaxud Amerikadan gələn avtomobillər var ki, gəmi daşınmalar var ki, Azərbaycana, yəni gəmi vasitəsilə və xarici ölkələrdən daşınmalar olur. Onlar gələndə onların mütləqdir ki, kondisionerində olan o maye ki var, soyuducu maye, qaz var. O qaz 134A adlanır. Boy bir avtomobilə gedir, demək olar ki 99%, əksər hallarda. O maye təhlükəsizlik baxımından olaraq buraxılır. Daha ən azından avtomobillər qışa hazırlaşdığı kimi yayalarına da hazırlaşmalıdır. Onda mütləqdir ki, avtomobilin qazının soyuducu mayesini, yəni kondisionerə aid olacaq mayədən gedir söhbət ki, vurulan qazın mütləqdir ki, ən azından bir dəfə yoxlanılsın. Kondisioner sisteminin effektiv işləməsi üçün salon filtrinə də diqqət etmək lazımdır. Toz və çirklənmə filtrin tutulmasına səbəb olur. Ustalar məsləhət görür ki, 15.000 kilometrdən bir salon filtrinin dəyişdirilməsi məqsədə uyğundur. Bəs maraqlıdır. Kondisioner sisteminin yaxşı işləməsi üçün qaz necə vurulur? Birinci növbədə avtomobilin içərisində nə qədər qaz var, yoxdur, onu yoxlamalıyıq. Ona görə birinci növbədə avtomobilin qazının içərisində əgər varsa, çəkirik birinci növbədə. Bu neçə dəqiqəlik prosesdir? Hardasa 20 dəqiqə, yarım saat belə çəkir qaz vurmaq. Amma əgər sızıntı varsa, o aradan qaldırmağı vaxt tələb edir. Sezonda kondisionerin keyfiyyətdən qazı filyon deyək, keyfiyyətdən düşüb düşməməyi yoxlanılmalıdır. Radiatorda sızıntı, deşilmə baş verərsə, elə bir təhlükə göstərmir. Kondisionerdən düzgün istifadə qaydalarına riayət etmək də vacibdir. Məsələn, yayda avtomobilin içi çox isti olarsa, əvvəlcə qapıları açılmalı, nəqliyyat vasitəsinin daxilini havalandırdıqdan sonra kondisioneri işlətmək lazımdır. Hətta bu qurğuları maksimum güclü işlətmək əvəzinə orta səviyyədə istifadə etmək sistemin ömrünü uzada bilər. Ələkbər Salih, Fəzail Kamalov, Telesər.